Bəxtəvər başına. Bəxtəvərdir, bəxtəvər. Pul mükafatı qazandığımı görəndə bir neçə nəfərin iç səsi. 500 manatı niyə qazandım? Digər postlarımda var. Maraqlıdırsa girib baxa bilərsiniz. Tədbirə qatılıb mükafatımı götürəndən sonra Home Life-ın ofisinə gəldim. Qaraqarevdə yerləşir. Artıq 2 il yarımdır ki, bu şirkətlə əməkdaşlıq edirəm. Onlayn evdən çıxmadan çalışıram, amma ara sıra ofisə gedirəm. Əvvəl Qarayevdə başqa ünvandaydı. Bura yeni açılıb, bir neçə aydır açılıb, amma mənə bugün getmək qismət oldu. İşimin gözəlliyi odur ki, həm qazandırıb, həm qazanıram. Şirkət sağ olsun çox gözəl şərait yaradıb biz liderləri üçün. Liderlərimizdən ətraflı şəkildə burada yığışıb toplantı keçirdə bilirik. Rahat şəkildə iş sunumları edə bilirik. Digər ofis biraz balaca idi, bura daha genişdir, bizim üçün daha dərli olub. Və belə bir hədiyyə paketlərimiz də var. Bunlar nədir? Home Life-ın ofisindən gəlib məhsul alanda endirimli qiymətlərlə yararlana bilərsiniz. Lazer bütün bədən 19 manata məsələn, digərləri də kartın üstündə var. Və Home Life yeganə şirkətdir ki, Azərbaycanda öz rəsmi fabrikini yaratdı və Türkiyədən gəlib insanlar burada yaşayır, məhsulları burada istehsal edirlər. Günorta vaxtı getdim deyə heç kim yox idi. Bir uşaq tapıb öz şəklimi çəkdirdikdən sonra ofisdən çıxdım. Və Qarayevdə yerləşən Domino's pizzaya getdim. İlk dəfə idi ora gedirdim. Belə paçkada duzları ilk dəfə idi görürdüm və pizza o qədər dadlı idi ki, yəni sizə necə tarif edim bilmirəm. Mən ən kiçik setdən sifariş verdim. 12 manat idi. Adını səsləndirə bilmirəm. Yaxınlaşdırmışam burada. Çox dadlı idi həqiqətən də və çox gözəl səliqəli qablaşdırılma da gəldi. İlk dəfə idi ki, menyuda bu qədər xırdalıqlarına qədər olan pizza görürdüm. Dilimlərinin nazikliyinə qədər, nə bilim, orada əlavə nələrsə istəyirsiniz, yoxsa yox, ona qədər həqiqətən çox bəyəndim. Ofis kimi burada sakitçilik idi. Yəqin ki, getdiyim vaxta düşmüşdü həmin sakitçilik mənim üçün biraz da yaxşı. Yeməyimi yedikdən sonra çıxdım oradan, getdim Bazar Store. Bazar Store artıq Bafra məhsulları var deyə dedim gedim elə yaxından çəkim izləyicilərim üçün, çünki haçan qoyuram soruşurlar. Oradan da uşaqlara söz vermişdim deyə binədə yerləşən Super Toys-a getdim. 1-2 oyuncaq orada götürdüm. Qiymətləri münasib idi mənim götürdüklərimin. 1.30-a balaca kitabçaları aldım. 3.50-yə uşaq üçün olan oyuncağı aldım. 2.50-yə uşaqlar üçün maşın aldım və oradan çıxdım. Sanki nağıllar aləminə düşmüşdüm. Çıxmaq istəmirdim oradan. O qədər çeşidli oyuncaqlar var hələ qız uşaqları üçün. Oradan da tələs-tələs getdim Çimmədə əyləncə mərkəzinə. Uşaqlara Labubu sözüm var idi, onu aldım. Ocağın üzündə nur olmasa da, onu almaq istəməsəm də oğlanlara söz vermişdim deyə aldım. Və elə həmin gün Fərid boynunu qırıb qoydu yerə. Rəşid də Fəridən qorxusundan aparıb gizlədi şkafdakı görər sındırar. Yəni Labubu məcrusu